pis insan değildi. Sadece namazı həmişə sonraya saxlayanlardan idi. Vaxtım yoxdur, biraz da cavanam, düzələcəm, amma indi yox. Amma azan səsi gələndə ürəyində qəribə bir boşluq yaranırdı. O boşluğu telefonla, dostlarla, gülüşlərlə doldurmağa çalışırdı. Bir axşam yağış yağırdı. Küçələr sakit idi. O isə yolunu qısaltmaq üçün məscidin həyətindən keçdi. Qapı açıq idi. İçərdən zəif bir səs gəlirdi. Bir yaşlı kişi tək başına namaz qılırdı. Nədənsə ayaqları dayandı. Ürəyində bir səs dedi: "Gir." İllər sonra ilk dəfə məscidin içinə daxil oldu. Hava fərqli idi. Sanki zaman orada yavaş axırdı. Yaşlı kişi namazını bitirdi. Başını qaldırıb ona baxdı. Gülümsədi. "Bəlkə bu sənin son namazındır." Bu söz ürəyinə sancı kimi batdı. Əgər bu gecə son gecədirsə, əgər sabah yoxdur, mən çox gecikmişəm, dedi pıçıldayaraq. Yaşlı kişi başını yellədi. Nəfəs aldığım müddətcə gec deyil. O gecə namaza dayandı. Oxuduğu surələri yarımçıq xatırlayırdı. Amma ilk dəfə idi ki, həqiqətən hiss edirdi. Səcdəyə gedəndə ürəyi yüngülləşdi. Sanki illərlə daşıdığı yük torpağa qarışdı. Namaz bitəndə ağlayırdı. Yaşlı kişi yaxınlaşıb dedi: "Unutma, heç kim növbəsinin nə vaxt çatacağını bilmir. Hər namazı son namazın kimi qıl." Səhər azanı səslənəndə bu dəfə yatmağa davam etmədi. Qalxdı, dəstəmaz aldı, namaza dayandı. Artıq qorxudan yox, şükürdən. Çünki başa düşmüşdü. Biz həmişə vaxt var deyirik, amma vaxt bizə aid deyil. Hər namazı son namazın kimi qıl.